Salam, gəlin bir anlıq təsəvvür edək. Bir neçə sadə ixtira bütün bir cəmiyyətin quruluşunu, insanların gündəlik həyatını, hətta kimin zəngin, kimin yoxsul olacağını kökündən dəyişir. Məhz bugün biz belə bir böyük transformasiyadan danışacağıq, Azərbaycanda son Tunc və erkən Dəmir dövründə baş verən inqilabi dəyişikliklərdən. Yaxşı, bəs bütün bu böyük çevrilişin təməlində nə dayanırdı? Cəmiyyəti demək olar ki, sıfırdan formalaşdıran o əsas qüvvə nə idi? Bax, bu sual bütün bu izahımız boyunca bizim yol göstərənimiz olacaq. Gəlin, hekayəmizin başlanğıcına gedək. Dəyişikliklər erası. Hər şeyin necə başladığına nəzər salaq. Bilirsiniz, bu sadəcə bir neçə kiçik yenilik deyildi. Bu, sözün əsl mənasında tarixin axarını dəyişən bir prosesin başlanğıcı idi. Bu zaman xəttinə bir nəzər salaq. Söhbət eramızdan əvvəl 14-cü əsrdən 7-ci əsrə qədər, yəni təxminən 700 illik bir dövrdən gedir. Bu nə deməkdir? Bu, bütün Roma imperiyasının mövcudiyyətindən daha uzun bir müddətdir. Yəni, bu bir göz qırpımında olan bir partlayış deyildi, əsla. Bu, nəsillər boyu davam edən yavaş, amma dayanılmaz bir dəyişim idi. Yaxşı, hər böyük dəyişikliyin bir qığılcımı olur, elə deyilmi? Bu dövrdə həmin qığılcım məhz texnologiya idi. Gəlin görək hansı ixtiralar bu böyük transformasiyanın, necə deyərlər, əsas mühərrikinə çevrildi. Deməli, ən vacib yeniliklərdən biri ayaqla hərəkətə gətirilən dulus çarxı idi. İndi bir düşünün, bu ixtiradan əvvəl hər bir saxsı qabı əllə düzəltmək saatlarla vaxt aparırdı. Amma bu yeni alət bir sənətkara imkan verirdi ki, çox qısa zamanda daha keyfiyyətli və demək olar ki, hamısı eyni formada olan qablar hazırlasın. Bu, sözün əsl mənasında o dövrün istehsal inqilabı idi. Burada gördüyünüz sadəcə gilə forma verən bir sənətkar deyil. Xeyr, bu, tarixdə kütləvi istehsalın ilk nümunələrindən biridir. Bu sadə alət tək bir insanın istehsal gücünü dəfələrlə artırdı və tamamilə yeni bir iqtisadiyyatın təməlini qoydu. Və təbii ki, bu yenilik dalğası təkcə dulusçuluqla məhdudlaşmırdı. Dəmirçilər artıq daha möhkəm alətlər, daha kəsərli silahlar hazırlayırdılar. Toxucular isə daha incə, daha mürəkkəb naxışlı parçalar yarada bilirdilər. Bütün sənətkarlıq sahələrində bir canlanma, bir çiçəklənmə var idi. Bütün bu texnoloji irəliləyişlər sanki bir domino effekti yaratdı və iqtisadiyyatı tamamilə dəyişdi. Gəlin indi anlayaq ki, bu yeni sistem necə işləyirdi. Və baxın, bütün hekayənin açar nöqtəsi məhz budur. İnsanlar tarixdə ilk dəfə olaraq sadəcə yaşamaq üçün lazım olandan daha çox məhsul istehsal etməyə başladılar. Məhz bu artıq məhsul anlayışı hər şey dəyişdi. Bu, dolanışıq təsərrüfatından, necə deyərlər, bolluq təsərrüfatına keçid demək idi. Bu yeni iqtisadiyyatını isə iki əsas canlı mühərriki var idi. Atlar və dəvələr. Atlar sürət, çeviklik və hərbi güc demək idi. Onlara bir növ status simvolu kimi baxılırdı. Dəvələr isə ticarətin ağır yükünü çəkən, səhraları aşan dözümlü gəmilər idi. Bu iki heyvan birlikdə o dövrün dünyasını kiçildərək ticarətin görünməmiş şəkildə genişlənməsinə şərait yaratdı. Bu xəritə də həmin dövrün mənzərəsini çox aydın göstərir. Genişlənən ticarət şəbəkələri sayəsində Azərbaycan tayfaları Mesopotamiyadakı Şumer və Akkad kimi qüdrətli sivilizasiyalarla birbaşa əlaqəyə girdilər. Və bu təkcə mal mübadiləsi deyildi. Eyni zamanda ideyaların, mədəniyyətin və biliklərin mübadiləsi idi. İqtisadiyyat dəyişəndə qaydalar da dəyişir. Cəmiyyətin özü də dəyişir. Bu yeni yaranan sərvət və ticarət insanların bir-birinə olan münasibətini və bütün sosial strukturu kökündən sarsıtdı. Tarixçilər bu prosesi üçüncü böyük ictimai əmək bölgüsü adlandırırlar. Gəlin bu biraz mürəkkəb səslənən ifadəni sadələşdirək. Baxın, proses necə getdi? Birincisi, sənətkarlıq əkinçilikdən ayrılıb özü-özlüyündə bir peşəyə çevrildi. İkincisi, yaranan artıq məhsullar ticarəti partlatdı. Nəticədə isə sırf bu ticarətlə məşğul olan tamamilə yeni bir insan qrupu tacirlər meydana çıxdı. Və bütün bu prosesin yekunu bu cümlədə çox dəqiq ifadə olunub. Ticarətin yüksəlişi və sərvət toplanması ilə sosial bərabərlik aradan qalxmağa başladı. Bu, min illərlə davam edən ibtidai icma quruluşunun sonu demək idi. Artıq cəmiyyətdə hər kəs bərabər deyildi. Varlılar və kasıblar yaranırdı. Və bunlar sadəcə nəzəriyyələr deyil, əlimizdə bunun soyuq, daşlaşmış sübutları var. Arxeoloqlar bu dövrə aid məzarları qazanda heyrətamiz bir mənzərə ilə qarşılaşırlar.
Məsələn, bu şəkildə gördüyünüz kimi, bəzi məzarlar bahalı silahlarla, qızıl bəzək əşyaları ilə, zəngin qapqacaqla doludur. Digərləri isə demək olar ki, bomboşdur. Artıq ölüm belə insanlar arasında fərq qoyurdu. Bu, sosial bərabərsizliyin ən bariz, ən danılmaz dəlilidir. Beləliklə, bütün bu parçaları bir araya gətirəndə görürük ki, cəmiyyət artıq əvvəlki kimi deyildi. Geri dönülməz bir şəkildə dəyişmişdi. Gəlin bu böyük transformasiyanı qısaca yekunlaşdıraq. Deməli, qısacası, bu transformasiyanın düsturunu belə çıxara bilərik. Hər şey texnologiya ilə başladı. Texnologiya artıq məhsul yaratdı. Artıq məhsul ticarəti gücləndirdi. Ticarət isə cəmiyyətdə təbəqələşməyə, yəni varlı və kasıb siniflərinin yaranmasına səbəb oldu. Bax, bu 4 addım birlikdə bütün bir cəmiyyəti yenidən qurdu. Və bu da bizi son, bəlkə də ən vacib suala gətirib çıxarır. Bərabərliyin olmadığı, sərvətin bəzi insanların əlində cəmləşdiyi və artıq xeyli mürəkkəbləşmiş bir cəmiyyəti necə idarə etmək olardı? Bu yeni nizam, yeni bir idarə etmə formasına, yəni ilk dövlətlərə ehtiyac yaratmırdımı? Bu sualın cavabı isə artıq tarixin növbəti səhifəsində gizlidir. Diqqətiniz üçün təşəkkür edirəm.